İzaha başlayıram. Limit sözünün mənası ümumiyyətlə, limit sözünün mənası sərhəd deməkdir. Latin dilindən tərcümədə sərhəd qayə mənasını verir. İnşallah tezliklə tələbə olacaqsınız. Tələbə olanda qayıb limiti var. Qayıb limiti nədir? Məsələn, elə fən var ki, məsələn, riyaziyyat fənni var. Riyaziyyat fənninin 5 qayıb limiti var. 5 dəfə yatdın evdə, getmədin dərsə, artıq sən kəsilmiş sayılırsan. Yəni, imtahana buraxılmayacaqsan. Limit yəni sərhəd deməkdir. Sərhəd mənasını götür. Ardıcıllığın limiti. Ardıcıllıq. Ardıcıllıq, uşaqlar, siz ardıcıllıq keçmisiniz. Ardıcıllıq bilirsiniz ki, AN ilə işarə olunur. Yazı əlirdə A1, A2. Ardıcıllığı iki yerə bölüb keçmişik hətta. Ədədi silsilə və həndəsi silsilə olaraq öyrənmişik. Ardıcıllıqdakı bu N natural ədəd olduğunu bilirik. N natural ədəd. Məsələn, gəlin bir ardıcıllığa baxaq. Tutaq ki, bizə belə bir ardıcıllıq verilib. Bizdən nə soruşurlar? Bizdən soruşurlar ki, limit n sonsuzluğa gedəndə, yəni n'i sonsuz böyük ədəd götürəndə bu ardıcıllığın limiti nəyə bərabərdir? Yəni bunun sərhəddi nəyə bərabərdir? N'i Biri sonsuz olmalı. böyük götürdükdə bunun sərhəddi nəyə bərabərdir? Gəl onu açaq, baxaq. Bunu başa düşməyin üçün mən sənə nöqtə və vergülünə qədər hamısını izah edirəm. Tutaq ki, sən bilmirsən. Başlayırsan qiymətlər verməyə, sərhəddi tapmaq istəyirsən. 1 verirsən. Birinci bunu sadə şəkildə yaz. N-i n-ə bölürsən. 1, üstünə gəlinsin 2 bölünsün n. İndi A1-i tapırsan. Birinci əddi tapırsan. 1 qoyursan yerinə. Edir 3. A2-ni tapırsan. 2 qoyursan yerinə. Aha. A10'u tapırsan. 10 qoyursan yerinə. A100'ü tapırsan. 100 qoyursan yerinə. A-mini tapırsan. Və beləcə, məsələn, A milyonu tapırsan. Olacaq 1,0000. Görürsən ki, bu getdikcə, ədədi böyütdükcə sən ədəd 1-ə yaxınlaşır. 1,00,1-ə yaxınlaşır. Deyirsən ki, bunun limiti 1-ə bərabərdir. Bu ardıcıllığın limiti 1-ə bərabərdir. İndi limit mənasında n yaxınlaşır sonsuzluğa. Məsələn, 2 bölünsün n. Uşaqlar, təsəvvür eləyin ki, n sonsuz böyük bir ədəddir. Milyarddır, məsələn. 2-ni milyarda böləndə 0,0000 gedəcək. Ona görə buna 0 deyirlər. Bunu qeyd edirsən dəftərinə. Bunu qeyd edirsən dəftərinə. Limit mənasında ədəd bölünsün sonsuzluq. Bu nə deməkdir? 0 deməkdir. Bu 0 deməkdir. Biz indi nə edəcəyik? Bizə suallar verəcək ki, limit n yaxınlaşır sonsuzluğa. 5n kvadratı plus 3n plus 1 bölünsün. 2 dənə n kvadratı plus 5n minus 2. Deyir, bu ardıcıllığın limiti tap. 2 tamamda 5 olmalı. Neçə? 2 tamamda 5 olmalı. Bəli, doğru. Deməli, gəlin bunu izah edək sizə. Bir, belə riyazi yolla
Yani bize qayda nə deyir? 10'la. 2 burada müəllimin atmaq yolu. Atmaq yolu ilə deyəcəyik. Həmişə işə yarayır. Deməli, qayda riyaziyyat bizə deyir ki, nəzəriyyə. Yəni kitab. Kitab bizə deyir ki, ardıcıllığı limitini tapmaq istəyirsənsə, dərəcəsi böyük olana hər bir həddi böləcəksən. Burada dərəcəsi böyük olan n'in kvadratıdır. Da görsən də bu n'dir, bu n kvadratıdır. Dərəcəsi böyük olan n'in kvadratıdır. Hamısını n'in kvadratına bölürsən. Bunu bizə kitab deyir. Hamısını dərəcəsi böyük olana bölürsən, yadında saxla. Buradan alırsan 5, üstünə gəlinsin 3 bölən, üstünə gəl 1 bölən kvadratı. Buradan alırsan 2, üstünə gəlin 5 bölən, çıxılsın 2 bölən. Limit demişdik ki, ədəd bölünsün, n sonsuzluqdur bax. Ədəd bölünsün sonsuzluq bu sıfırdır, bu sıfırdır, bu sıfırdır, bu sıfırdır. 5'i böldün 2'ye, elədi 2,5. Burada ama mənim dediyim qayda atmaq yolu. Bu riyaziyyat uşaqlar, nəzəriyyə. Mən də belə öyrənmişəm, bax. Mən də yuxarıdakı kimi öyrənmişəm. Bütün müəllimlər də demək olar ki, 99,99% müəllim də bunu belə izah eləyəcək, yuxarıdakı kimi. Atmaq yolu sadəcə mən proseduru başa düşürəm. Atmaq yolu dediyimiz kəsr formasında olanlar üçündür. Təzdən yazıram bunu. Bir şeyi dərk eləyin ki, böyüyün yanında kiçiyi atırsınız. Ən böyük olanı saxlayırsınız. Məsələn, n sonsuzluğa yaxınlaşır. Sonsuzluğun kvadratı burada ən böyüdür. Qalanlarını at getsin. Sonsuzluğun kvadratı ən böyüdür. Qalanlarını at getsin. N kvadratları getdi. 5 bölü 2 elədi 2,5. Atmaq yolu sürəti və məxrəci olanlar üçündür, dostlar. Sürət bölünsün məxrəc formasında. Yəni kəsr kimi olanlara aid. Atmaq yolu kəsirdən olanlara aid. İstənilən sualı çox rahat şəkildə bu şəkildə həll edə bilərsiniz. Məsələn, baxın, sürətdə sonsuzluğun kvadratıdır bu. Qalan şeyləri at gedir. Buradan da at gedir. Ən böyük olanı saxlayırsınız. Bu bərabərdir. Kökün altında 5n kvadratı bölünsün 45n kvadrat. Buradan çıxdı 3'də 1. Oldu cavabı 3'də 1. Məsələn, burada atırsan gelir. Buradan çıxır 3n. Burada olur 2n. Cavab oldu 1,1. Buna gələcək. Bu sürəti və məxrəci olanlar kimi deyil. Buraya gələcək. Qosması vurub bölürdük onu. Bəli. Buna gələcək. Bu qoy qalsın. Biz baxaq bura. Məsələn, bu 4-cü sual. Ki, n sonsuzluğa yaxınlaşır. Bu sonsuzluqdur. Bu isə kök altında sonsuzluqdur. Da sonsuzluğu saxlayacaqsın da at getsin də bunu. N'ni kökün altında yazdın 36, n burada da 25, n'ler gedir. Buradan çıxdı 6, buradan da çıxdı 5. Ümid eləyək ki, siz mənim atmaq dediyim yoldan istifadə edəcəksiniz. Sualı yox, limiti ataraq taparsınız. Məsələn, burada, dostlar, yuxarı bizdə silsilə düsturudur. Yəqin ki, hər birimiz silsilə düsturunu bilirik. A1 1'dir, AN-dəki n'dir. Bölünsün 2, burası n. Oldu n kvadratı plus n bölünsün 2.
Sürət bizdə n kvadratı plus n bölünsün 2-dir. Məxrəc isə n kvadratı plus 4n plus 3-dür. Limit n yaxınlaşır sonsuzluğa. N kvadratı plus n, bu 2 də düşdü aşağı. 2n kvadratı plus 8n plus 6. Baxın, böyüyün yanında balacanı atın getsin. Burada böyük olan n kvadratıdır. Bunu atın getsin. Böyük olan budur. Bunları atın getsin. Cavab oldu 2'də 1. Yəni zaten bunu riyazi yolla eləyib atacaqsın. Elə ondansa bəri başdan atırsan getsin də. Atırsan getsin. Məsələn, 7-ci sualda. Bax, n sonsuzluqdur, düzdür? Sonsuzluğun yanında 3 boş şeydi, attın getdi. Qaldı burada. Kök altında 7n üstünə yensin. İndi baxaq görək. Burada n sonsuzluqdur. Sonsuzluğun yanında 1'i attın getdi. Burada qaldı. Kök altında 14n plus 3n. Sizcə burada nələri atın? Cavab nə eləyəcək? 3'te 1. 3'də 1. Çünki n sonsuzluqdur. Bu isə kök altındadır. Yəni bu daha böyüdür. At geçsin də bunlar. Cavab oldu 3'də 1. Məsələn, burada aşağıdakında n 1 sonsuzluq. edeceğim. Sonsuzluğun yanında bu 1'i at geçsin. Bu sonsuzluqdur da böyükdür. Bu 1'i at geçsin də. Cavabı nə eləyəcək? Yəni kifayət qədər daha sadə, daha tez cavab vermiş olursan da bu yolla. Bu yolla daha tez cavab vermiş olursan. Bir də mən sizə təbii ki burada düsturlar yazdırmalıydım. Hansı ki yazdırmadım. Tutaq ki limit n yaxınlaşır sonsuzluğa. Fx üstünə gəlinsin gx. Cəmin limiti limitlər cəminə bərabərdir. Heç bir düstur yoxdur. Limit üçün heç bir düstur yoxdur. Fərqin limiti limitlər fərqinə bərabərdir. Limit 5 vurulsun məsələn fx. Sənə bir cümlə deyirəm, qulağında sırğa olsun. Sabit ədədi limitdə, törəmədə, inteqralda, hər üçündə çölə at. Bax, sənə bu cümləni deyirəm, yadında qalsın, hər üçündə tətbiq eləyərsən. İnşallah o birisilərdə keçəcəyik. Orada da tətbiq eləyərsən. Sabit ədədi limitdə, törəmədə, inteqralda çölə at. Məsələn, bu 5'i at da çölə. 5 dənə limit n yaxınlaşır sonsuzluğa fx. Sabit ədədi limitdə, törəmədə, inteqralda hər üçündə nə edirsən? Sadəcə və sadəcə çölə atırsan gedir. Çölə atırsan gedir. Və davam edək, yenə suallardan görsədək. Məsələn, 11'in cavabı nədir? 1 mi? Sizdə fikir formalaşmalıdır ki, müəllim sonsuzluğun kvadratının yanında 8'i ataq. Bu sonsuzluqdur, bunun yanında bu 1'i ataq. Buradan 4n çıxar aşağıdan. 1 eləyir. 4n var, burada eləyər 1. Qarar keçsin. Və ya burada n sonsuzluğa yaxınlaşır. Ədədi sonsuzluğa böləndə bura nə eləyir? Cavab nə qalır? 3. Pardon, gel. Bunlar hamısı eyni sual tipləridir. Fikir versəniz hamısı. Məsələn, burada cavab nədir 20-ci sualda? 1 mi? 1. Bu sonsuzluqdur. Sonsuzluğun yanında 2020'ni attın. 2020'ni attın. N böldün. 1 vardı. Yəni çox rahat şəkildə suala cavab vermiş oldu. Bir də özünüzə bunu da hətta qeyd edə bilərsiniz, əgər istəyirsinizsə. Məxrəcin dərəcəsi sürətin dərəcəsindən böyüdürsə,
Həmin limit sıfıra bərabərdir. İstəyirsən qeyd elə, istəyirsən qeyd eləmə. Sürətin dərəcəsindən böyükdürsə, böyüksə, həmin limit bərabərdir sıfıra. Baxın, burada elə birbaşa bunu görən kimi sıfırı yapışdırmaq lazımdır. Ha, niyəsini soruşacaqsan, təbii ki, biz bloka hazırlaşırıq da, hər şeyin niyəsini bilməliyik artıq. Buraxılış dövrü qutardı. Niyəsini də bilmirdik, əzbərləyirdi. Artıq blok dövründə elə deyil. Və burada da yenə də eyni şey eləyəcəksən də. Yəni, məsələn, bura bax, nə eləyəcəksən ki? Tutaq ki, sonsuzluğun kvadratının yanında 2-ni atacaqsan. Sonsuzluğun üstündə 4-ün yanında bunu atacaqsan. N kvadratı ilə n üstü 4 getdi, qaldı 3 bölü n kvadratı. N sonsuzluğa yaxınlaşır. Ədədi sonsuzluğa böləndə, sonsuzluğun kvadratına böləndə nə eləyir bu? 0. Ya da ki, birbaşa bunu da götürə bilərsən. Məxrəcin dərəcəsi sürətin dərəcəsindən böyüksə o, elə nə deməkdir? Sıfıra bərabər deməkdir. Məsələn, bura bax, gördün məxrəcin dərəcəsi sürətin dərəcəsindən böyükdür, sıfırı yapışdır, geçsin. Məsələn, məxrəcin dərəcəsi sürətdən böyük, sıfırı yapışdır, geçsin, öz işinə. Qalan suallar ki var, artıq sizin üçün şifahiləşəcək. Belə suallar görəndə şifahi cavab verərsiniz. Cavab neçədir? 7. Çox asan şəkildə görsənir ki, burada ən böyük olan hansıdır, əjdaha hansıdır? N kubu. N kubunun yanında bunları attın, gelin. Burada da N kubu. Cavab elədik, gelin. Məncə, ardıcıllığın limitini biz başa düşürük, nə danışırıq. Məsələn, n sonsuzluğa yaxınlaşır. Bu sonsuzluqdur da. Bu 2-ni at geçsin. Sonsuzluqdur da. Bu 1-i də at geçsin buradan. 3 ilə getdi. Cavab 2-də 1. Və ya ondan yuxarıdakında. Biraz tez-tez gedirəm, bilmirəm, başa düşürsünüz ya yox. Ondan yuxarıdakında. Burada. Baxın. Bu 5-də 1-in üstündə n var. Fikir verin. N sonsuzluğa yaxınlaşır. Bəli, bu 0 deməkdir. Fikir ver elə. Niyəsini soruşarsan birdən. Gəl sənə acizə bir dənə bir şey deyim. 0,2. 0,2-nin kvadratı nə qədər edir? 0,4. 0,2-nin kubu nə qədər edir? 0,8. Fikir verirsən, bu azala-azala gedir. Sonsuz bunu böyük bir-birinə vursan, bu 0 demək. Onun limiti 0'dır. 0,000 gedəcək. Limiti 0'dır. Ona görə 0 ilə 1'in arasında olan ədədlərdə, 0 ilə 1'in arasında olan ədədlərdə sonsuzluq varsa üstündə o 0 demək. Bura birbaşa 0 yaz. Bu da sürət və məxrəc olan formasında daxil. Aha. Onda sonsuzluğun kvadratının yanında 5 boş şey. Getdi. 6n. Buradan da 2n çıxırdı. Cavab elədi 3. Müəllim orada 5 üstü n olsaydı. Yok yok. 5 üstü n olsaydı biz o artık ucu sonsuzluk demeydi. Baba bak. 5'in üstünde n olanda 5'in üstünde sonsuzluk təsəvvürlə. Bu ucu sonsuzluk demek. Adətən elə bir sual vermirlər Leyla. Niyə vermirlər? Çünki sonsuzluq kimi qalacaq. Güvəndə var bu arada dediyin sual. Güvənin kitabında mənə rast gəlib. 5 üstü sonsuzluq, bəli sonsuzluq. Məsələn, o M. Hakimin kitabları biraz proqramdan çıxıblar da onlar. Onlarda var. Elə sual var ki, cavabı sonsuzluq alınır. Sual var ki, elə bir şey alınır. Qeyri-müəyyən hallardan biri alınır. Aha. Ümid eləyək ki, bunlar aydındır. Gəlin, qeyri-müəyyən hallar. Qeyri-müəyyən hallar. Biz danışırıq, tamam. Bəzən şagirdlər gəlib sual verir ki, müəllim, sonsuzluqdan sonsuzluq çıxanda 0 eləyir.
və ya deyirlər sonsuzluğu sonsuzluğa böləndə 1 eləyir. Və ya deyirlər sıfırı sonsuzluğa vuranda müəllim 0 eləyir, yoxsa sonsuzluq eləyir. Və ya deyirlər 1-in üstündə sonsuzluq 1-dirmi müəllim. Və ya deyirlər nə bilim sıfırı sıfıra böləndə 0 eləyir, yoxsa eyni ədəddir deyə bir-birinə böləndə 1 eləyir. Və s. Uşaqlar, bunlar qeyri müəyyən hallardır. Bunları nə sən bilirsən, nə mən bilirəm, nə də dünyada kimsə bilir. Bunlar riyaziyyatda qeyri-müəyyən hallar gedir və s. Məsələn, 1-in üstündə adicə sonsuzluq belə qeyri-müəyyən haldır. Adam fikirləşir ki, axı 1-i 20 dəfə bir-birinə vuranda da 1 eləyir, 100 dəfə bir-birinə vuranda da 1 eləyir. Sonsuz dəfə, aha, sonsuzluqda nə yerləşir bilirsən? Bilmirsən. Deməli, bu qeyri-müəyyən bir haldır. Yəni, bu qeyri-müəyyən bir haldır. Riyaziyyatda bunlar qeyri-müəyyən hallar gedir. Qeyri-müəyyən halların limitini araşdırmaq üçün qeyri-müəyyənliklər ayrılır. Görkəmli limitlər var. Görkəmli limitlər var. Və qeyri-müəyyənlikdən çıxarılma var. Çıxmaq, yəni qeyri-müəyyənlikdən azad olursun. Bax, burada kökaltı ifadələri özünüzə qeyd edə bilərsiniz. Kökaltı ifadələri qoşmasına vurmaq lazımdır. Limitdə. Baxın uşaqlar, bizim uşaqların eləyəcəkləri səhvi deyirəm sizə. Diqqətli olun, qulaq asın. Bizim uşaqların eləyəcəyi səhv bundan ibarət ola bilər. Deyər ki, müəllim, n sonsuzluğa yaxınlaşır. Sonsuzluğun kvadratının yanında bunları atıram. 9n kvadratından çıxır 3n. 3n-dən 3n çıxıram, yazıram 0. Tamamilə səhv. Yenə deyirəm, atmaq dediyim yalnız sürəti və məxrəci olanlardadır. Yəni, kəsir kimi olanlardadır. Bu kəsir kimi deyil. Gör sən nə boyda qəbahətə yol verirsən. Fikir ver. N sonsuzluğa yaxınlaşır. Bu bir sonsuzluqdur. Bundan sonsuzluq çıxaraq 0 yazırsan. Sonsuzluqdan sonsuzluq çıxanda 0 yaza bilməzsən. Ona görə bu limiti hesablamaq istəyirsinizsə əgər, bunu qoşmasına vurmaq lazımdır. Yuxarıda da yazdığım kimi qoşmasına vurursunuz. Bunu qoşmasına vurursunuz. Gəlin bunu qoşmasına vuraq. Limit n yaxınlaşır sonsuzluğa. Qoşmasına vurub bölürsünüz. 3n çıxılsın kök altında. 9n kvadratı minus 8n plus 2. Bunu vurursunuz qoşmasına. 3n üstünə gəlinsin. 9n kvadratı minus 8n plus 2. Təbii ki, vurub bir də bölürsünüz də. Aha. Və başlayırsınız hesablamağa. Limit n yaxınlaşır sonsuzluğa. 3n üstünə gəlinsin. 9n'in kvadratı çıxılsın. 8n plus 2. Sürət gördüyünüz kimi bu sürət bizdə sildim ebranı. Təzdən yazaram. Bunu qoşmasına vurub bölməliydim də. Bildikdə mənadır. Limit n yaxınlaşır. Əlim dəydi tərslikdən silindi. Qoşmasına vurub bölməliyik uşaqlar. 3n çıxılsın 9n kvadratı minus 8n plus 2. Bunun qoşması bilirsiniz də plusudur. Limit n yaxınlaşır sonsuzluğa. Aşağıdakı deməli
Qalsın yerində 3n üstünə gəlinsin. 9n kvadratı minus 8n plus 2. Sürətdəki görürsünüz də a minus b və a plus b-dir. Birincinin kvadratı olar 9n kvadratı çıxılsın ikincinin kvadratı. İkincini kökdən azad edirsən, olur 9n kvadratı plus 8n minus 2. Bunlar getdilər. İndi sürət və məxrəc yarandığı üçün keçirsiniz atmaq yoluna. Atmaq yolu ilə deməli, atmaq yolu nə edirsiniz? Deməli, nə edirsiniz? Burada n əgər sonsuzluğa yaxınlaşırsa, sonsuzluğun kvadratının yanında bunlar boş şeydir. Bu da boş şeydir. 8n aşağıda oldu. 3n üstünə gəlsin 3n. Bura oldu 6n, burada oldu 8n. 6-da 8. Yəni ixtisar eləsəniz 2-yə. 3-də 4. Aydındır mı Ayşalar? Aydın müəllim. Aydındır müəllim. Bəli, bəli. Deməli, bircə dəqiqə bir dənə link təzədən göndərə bilirik görək. Onlardan biri boşla bilmir. Aha, yaxşı. Yaxşı dostlar, davam edək. Görək biz buradan nətər çıxa bilirik. Aha. Tamam, qeyri-müəyyən halları da dedik sizə. Baxın, ardıcıllığın limiti tam olaraq bundan ibarətdir. Məncə bizim üçün ardıcıllığın limitində heç bir şey problem qalmalı deyil. Ki, qala bilər belə bir sual, məsələn, tutaq ki, daha doğrusu bir sual tipi var idi burada. Hə. Məsələn, belə bir sual səni saxlaya bilər. Ki, niyə də saxlasın? Dərhal, məsələn, mən sənin yerində olsam belə eləyərəm. 2-nin üstündə n-ə bir dənə t deyərəm. Limit n yaxınlaşır sonsuzluğa. Burada 4 üstündə n var. 4 üstündə n nə deməkdir? 2. T kvadratı deməkdir, elə deyil? Bu da Onlar 3 vurulsun. 6t kvadratı plus 1. Burada oldu 3t plus 1 çıxılsın. 2-nin üstündə n plus 1. Bu nə deməkdir? 2-nin üstündə n vurulsun 2 demək. 2'nin üstünde n t'dirsə əgər, onda bura 2t olur.
Onda bunun məxrəcində də 1 var da. Ortaq məxrəcə gətirirəm. Baxın, mən bilirəm atmaqdan istifadə edəcəmsə sürət və məxrəc olmalı. Burada limit n yaxınlaşır sonsuzluğa. 3t plus 1 ortaq məxrəc. Onda olacaq 6t kvadratı plus 1 çıxılsın. 6t kvadratı çıxılsın 2t. Doğru mu? Doğru. 6t kvadratları getdi. Baxın, 21 47 də. Necə? 1 çıx 2t bölünsün. 2t plus 1. Bəlkə bu cümlə deyəndə. Aha. Hmm, En tamam. sonsuzluğa yaxınlaşır. Uşaqlar səsi bağlayaq. En sonsuzluğa yaxınlaşırsa, t yəni sonsuzluqdur da bu. Sonsuzluğun yanında 1'i atırsan, bunu da atırsan, t'lər getdi, cavab oldu -3'də 2. Müəllim, bunu kəsr kimi ayrı-ayrı eləmək olar. Olar. Amma ayrı-ayrı eləyəcəksən, bu ayrıca sonsuzluqdur. Buna dəyənməzsən. İkisini birlikdə eləmək lazımdır. Onda qoşmasına vurma olmaz. Qoşmasına yalnız və yalnız bunu qoşmasına vursan bir şey əldə eləməyəcəksən. Qoşmasına nələri vuracaqsan? Kökaltı ifadələr. Qoşmasına yalnız kökaltı ifadələri vur. Vəssalam. Limitdə, ümumiyyətlə qoşmasına kökaltı ifadələri vur. Vurun. Deməli, bax, ardıcıllığın limiti demək olar ki, atmaqla hamısını sizə dediyim. Qalır bəzi sual tipləri ki, onlara da münasibət bildirərsən də. Məsələn, tutaq ki, bax, bu sual tipi ədədi silsilənin düsturudur bu. Təbii ki, şagird ədədi silsilənin düsturunu bilməlidir. SN-i bilməlidir ki, A1 plus AN bölünsün 2 vurulsun N deyil. Və beləliklə bunu hesablayanda da sıxıntı çəkməli deyil. N sonsuzluğa yaxınlaşır. 5n kvadratı çıx 7n plus 1. Burada A1, A1'imiz 3'dür. AN'imiz n'dir. Bölünsün 2, vurulsun n. Onda olacaq n kvadratı plus 3n bölünsün 2. Bilirsiniz də bu aşağıdakı 2 hara qalxıb dəyir? Yuxarı. N yaxınlaşır sonsuzluğa. Burada olur 10n kvadratı çıx 14n plus 2. Burada da n kvadratı plus 3n. Ay uşaqlar, yenə deyirəm, ardıcıllığın limiti də məna nədir? Bax, ardıcıllığın limitində məna nədir? Aylin təzə qoşuldu deyəsən. Sonradan qoşuldu. Bax, burada ardıcıllığın limitində nə edirik? Təzədən qayda baxarsan. Deməli, böyüyün yanında balacanı atırıq gedir. Böyüyü burada kvadratdır da, n'in kvadratıdır. Yanında attın getdi. Cavab oldu 10. Çox rahat. Ümid edək ki, başa düşdünüz nə dedik. Məsələn, bunun cavabı nədir? 52'nin cavabı. Ha, uşaqlar, 52'nin cavabı. Neçə? 5'te 1. Ya da ya Sıfır 0. müəllim. 0'a 0 0. Sıfırdır, Eləcə bəli. olmaz. N onsuz. Çünki, bax, ədəd bölünsün sonsuzluq. Ədədi 7'ni təsəvvürlə sonsuz böyük bir ədədə bölürsən. Bu nə deməkdir? Limit mənasında. 0 deməkdir. 5'te 1'in üstündə sonsuzluq n. Limit mənasında n sonsuzluğa gedirsən. 5'te 1'i təsəvvürlə sonsuz bir-birinə vurursan. 0 tam 0 0 Bravo. 0. Elə 0 deməkdir. Qalır bunu məsələn. Bunu birinci sadələşdir də. Sadələşdirməyi ki, bacarırsan. 5n plus n'in kubu 2n kvadratı çıx 5. Bunu da çıx elə, yaz 2n kvadratı çıx 5. N kubu çıx 3n kvadrat.
Ortaq məxrəc 2n kvadratı çıx 5. Burada olar 5n plus n'in kubu çıxılsın n'in kubu. Çıxanda işarə dəyişir də bilirsən. Plus 3n kvadrat. Oldu 3n kvadrat plus 5n. Burada cavab nə eləyəcək? Bir anda beş. Tamam. Tamamla 5. Bir tamamı Tarzı etdi. Çünki n sonsuzluğun kvadratın yanında bu boş şeydi, atdın getdi. Sonsuzluğun kvadratın yanında bir boş şeydi, atdın getdi. N kvadratlar getdi, 3 bölü 2 bir tamamlanır. Yəni riyazi yolla eləyə bilərsiniz. Amma girin izahlara baxın, görəcəksiniz ki, hamı belə izah eləyir də. Yəni bunu belə izah eləyir. Mən də atmaqla deyirəm. Hamı deyir ki, dərəcəsi böyük olana bölmək lazımdır. N kvadratına. Yəni mən özüm də belə öyrənmişəm. 3n kvadratı bölü n kvadratı. Üstünə gəlinsin 5n bölünsün n kvadratı. 2n kvadratı bölünsün n kvadratı. Çıxılsın 5 bölünsün n kvadratı. Buraya eləyir 3 üstünə gəlinsin 5 bölünsün 2 çıxılsın 5 bölünsün n kvadrat. Sonra götürüb bunları deyirlər ki, ədəd bölünsün sonsuzluq 0-dır. 3 bölü 2 eləyər 1 tamamlanır. Hələ mən bəri başdan atıram gedir də. Mən asıl başa düşürəm və salam. Atıram gedir də. Burada səhv bir şey eləmirəm, bir şey deyil. Əslinə qalanda, məntiqə qalanda. Məntiqə qalanda burada mən səhv bir şey eləmirəm. Uşaqlar, ardıcıllığın limiti belə. İşləyəcəksiniz sualları, baxacaqsınız. Çalışdığım qədərlə yenə deyirəm. Çox sualda şifayı görəcəksən. Məsələn, burada cavab nədir? Şifayı görməlisən. 3'te 2 oynadım. Deyil. Düzdürmü? Necə gördün şifayı? Bax belə. Sonsuzluğun kvadratın yanında bunlar boş şeydi attın. Sonsuzluqdur da bu. Bunun yanında 7 boş şeydi attın. Böyüyü saxlayırsan əcdanı. 2, aşağıdan 3. Cavab oldu 3. Yəni şifahi şəkildə mənimsəyə bilərsən. Bir dənə kökaltı ifadələri qoşmasına vuracaqsın. Vəssalam. Bir də sabit ifadələrdə, məsələn, limit xn 3-dür. 5 dənə xn yazıblar. Bunu əslinə qalanda, yəni biz bunu sadələşdirmək istəyiriksə belə eləməliyik. Belə eləməliyik. Yazmalıyıq limit n yaxınlaşır sonsuzluğa. 5 dənə xn çıxılsın. Limit n yaxınlaşır sonsuzluğa. 2 dənə yn. Buradan 5'i atırsan çölə. Xn-dəki 3. Buradakı 3. Yəni 3 dəfə 5, 15 çıxılsın. Bura nə eləyir? 2. Sabit ədədi limitdə, inteqralda, törəmədə hər üçündə çölə atmaq lazımdır. Ardıcılığın limiti getdi funksiyanın limitinə. Uşaqlar, funksiyanın limitini də sizə keçəcəm. Törəmə keçəndən sonra burada hansı sualı bilməsəniz saxlayın. Yəni, suala qətiyyən internetdən baxmayın, YouTube'dan baxmayın. Çünki o başqa cür izah verir, mən başqa cür izah verirəm bu bölmələrdə konkret. Bu bölmələrdə mənim qısaltmalarım var. Yenə deyirəm, mənim qısaltmalarım var, video şəklində qoymuşam. İndi ola bilər ki, kimsə götürüb özünküləşdirə bilər. Amma, məsələn, funksiyanın limitinə də qısaltmam var. Funksiyanın limitində də qısaltmam var. Yenə deyirəm, baxmağa ehtiyac yoxdur. Hansısa sual qalacaq, qoy qalsın, canı sağ olsun. Get fikirləş, otur fikirləş, əsas məsələ öyrən. Onsuz da bizim hazırlığımızda hamısı məsuliyyətli şagirdlərdir. Yəni, hamısı məsuliyyətli şagirdlərdir. Məsuliyyətsiz adam onsuz da hazırlıqda qala bilməz. Ki, nəticə əldə edir. İndi funksiyanın limitinə də hansı sualın qalacaq, qalsın da. Ardıcılıqda da hansı sual qalacaq, qalsın. Soruşarsan da, soruşarsan izah eləyərik. Funksiyanın limitində də həmçinin. Funksiyanın limitinə törəmə keçəndən sonra biraz bu bölmə biraz yüngülləşdirərik sizin üçün. Orada bir qayda deyəcəyik. L'Hopital qaydası. L'Hopital qaydasını deyəcəyik. Məsələn, mən öz abituriyent vaxtlarımda L'Hopital qaydasını bilmirdim. Universitetdə öyrənmişəm. Amma sizə biz L'Hopital qaydasını deyəcəyik. Çünki indi hamı deyir.
Rahat olur diye. Funksiyanın limiti nedir? Funksiyanın limitində konkret olaraq ədədə yaxınlaşma var. Ardıcıllığın limitində sonsuzluğa yaxınlaşır. Funksiyanın limitində isə ədədə yaxınlaşma var. Məsələn, burada x yaxınlaşır 5-ə. Nə edirsiniz? Necə hesablayırsınız? 5-i gətirib yerinə yazırsınız. Yerinə yazırsınız. Yerinə yazsanız nə olacaq? 5 çıxılsın 5. 25 çıx 21. 0 böl 0. Bunu həll etmək olmaz dostlar. Durup buna 0 yazsam biabırçılıq olar. 0 bölünsün 0 qeyri müəyyən halda. Heç kim bunu bilmir. Qeyri müəyyənlikdir. Yəni buna 0 yazmırsınız. Əgər belə bir şey qabağınıza çıxdısa, aldınızsa 5'i gətirib yerinə qoydunuz, aldınız ki 0 böl 0. Deməli siz sadələşdirməlisiniz. Sadələşdirirsiniz. Aşağını vurğulara ayırırsan. X çıx 5, x plus 5. Yuxarıda x çıx 5'dir. Və beləliklə x çıx 5'lər gedir. Qalır burada 1 bölünsün x plus 5. İndi gətir 5'i yaz yerinə. Saat eləyər 10'da. Həmçinin bu sualda da. Həmçinin buradakı sualda da. Baxın, gəlin, gətirib birbaşa yerinə yazırsan. Birdən alınar ha. Elə sual var ki, gətirib yerinə yazsan alınır, gedir. Sadələşməyə ehtiyac yox. Burada gətirib yazsan, məsələn, məxrəz də 0, sürət də 0. Deməli, vurğulara ayırmalısan. 2x minus 3. 2x plus 3. Aşağıdakı da 2x plus 3. Burada oldu 2x minus 3. İndi x mənfi 3'də 2, mənfi 2'də 3. Gətir yerinə yaz. 2 vurulsun mənfi 2'də 3 plus 3. Nə eləyir bura? Düz yazmadıq. 2x minus 3 qaldı. Mənfi 2'də 3. 0 alıram axı. Nəyə düz yazmadıq aşağılar? Bizdə də Müəllim, orada 2x minus 3'tü, siz plus 3 yazmışsınız. harda yazmışam? D sonuncu 2 vurulsun, mənfi 3'te 2. Burada minus 3. Düz. Mənfi 3 çıx 3 elədi mənfi 6. Vəssalam. Bəli. İndi mövzu bu deyil. Mövzu bu hissələr problem yoxdur. Gətirib məsələn bura bax. Burada gətirib mənfi 1'i yerinə yazırsan. Gətir yaz yerinə. Mənfi 1'i yerinə yazsan gör nə olacaq. Bəlkə hesablanandır. Hesablanansa hesabla getsin də. Mənfi 1'i gətir qoy yerinə. 6 bölünsün. Bəli. 1 çıxılsın 2. Cavab elədi mənfi 6. Gördün, heç bir sadələşməyə ehtiyac yoxdur. Və ya burada x 0'a yaxınlaşır. Gətir qoy yerinə. 0 qoy. Mənfi 3. Problem yox. Amma eləsi var ki, qoya bilmirsən. Qoya bilmirsənsə bu vaxt sadələşməyə ehtiyac var. Məsələn, burada x yaxınlaşır 4'ə. Gətir qoy da yerinə. 4 qoy. Sadələşir də problem yoxdur ki. Sadələşir. Heç bir sıxıntı yoxdur. Amma eləsi var ki, qoya bilmirsən. Onda sadələşdirməyə ehtiyacı var. Yoxsa hər bir sualda sadələşdirməyə ehtiyac yoxdur. Sadələşməyə ehtiyac yoxdur. Məsələn, burada. Mənim sinusla olan var idi. Hə, tələsmə danışacağıq. Hamısından danışacağıq. Məsələn, burada x-in 2 gətirib yerinə yazsan, gör nə olacaq? Sürət eləyəcək 4 plus 8 minus 12. 4 çıxdı. 0 böl 0. Bunu həll eləmək olmaz. Sadələşdirmək lazımdır. Sadələşdirmək lazımdır. Amma x plus 6, x minus 2. Bəli. Oradan da aşağıda. Aşağını vurğulara ayırırsan. X minus 2, x plus 2. Yuxarı dedin nədir vurğuları? X plus 6, x minus 2. X minus 2. X minus 2'lər geçsin. Qaldı. X plus 6 bölünsün. X plus 2. İndi x 2'ye yaxınlaşır. 2'ye yaxınlaşsa gətirib yerinə yazsın.
Qaldı bu bölmədə birinci görkəmli limit. Özünüzə qayda dəftərinizə yazın. Birinci görkəmli limit. Limit x yaxınlaşır sıfıra. Sinus x bölünsün x bərabərdir 1. Buna deyirlər birinci görkəmli limit. Birinci görkəmli limit deyirlər. Bundan alınan nəticələr var. Alınan nəticələr. Bir limit x yaxınlaşır sıfıra. Sinus ax bölünsün bx. Bu elə a bölünsün b deməkdir. 2. Limit x yaxınlaşır sıfıra. Sinus ax bölünsün x. Bu elə a bölünsün 1, yəni a deməkdir. 3. Limit sinus ax bölünsün sinus bx. Bu a bölünsün b deməkdir. 4. Limit burada tangenslara da aiddir. Tangens ax bölünsün bx. Bu a bölünsün b deməkdir. Tangenslara da aiddir dostlar. Tangenslerde de yani sinuslara ne danışırıqsa tangenslara da o aiddir. Bakın bunu özünüzə qeyd edirsiniz və bundan alınan nəticələri də özünüzə qeyd edirsiniz səliqəli şəkildə qayda dəftərinizə. Buradan alınan nəticələri də qeyd edirsiniz. İndi buranın tətbiqi. Buranın tətbiqi dostlar trigonometriyadan çox istifadə edəcəyik. Trigonometriyadan necə istifadə edəcəyik sizə deyim. Bizim bildiyiniz kimi trigonometriya ilə bağlı bəzi düsturlarımız var. Hansı ki məsələn kosinus 2x-in açılışı. Kosinus kvadratı x çıxılsın sinus kvadratı x-dir. Kosinus kvadratı x plus sinus kvadratı x isə bilirsiniz ki nəyə bərabərdir? 1'ə bərabərdir. Xatırlayırsınızsa trigonometriyadan biz bunları tərəf-tərəfə bir dəfə toplayanda bunlar gedirdi. Oldu 2 dənə kosinus kvadratı x bərabərdir 1 plus kosinus 2x. Və ya tərəf-tərəfə çıxanda oldu 1 minus kosinus 2x bərabərdir 2 dənə sinus kvadratı x. Möhkəm dayanın bu düsturlardan istifadə edəcəksiniz. Kimlər də bilmirsə, gec deyil, problem deyil, öyrənmək vaxtıdır. Bu düsturları öyrənməlisiniz. Çünki istifadə edəcəksiniz. Yəni, bu düsturları bilmədən olmaz. Keçdik sürətli şəkildə tətbiqlərə. Baxın, bunun cavabı nədir? 1 böl kök 3 olur. 1 bölü 6. Bəli. Deməli, hansı qaydaya əsaslandıq? Bu qaydaya əsasən yazım ki, hamı Sinus bilir. ax bölünsün x. X. Bəli. Bu nə deməkdir? A bölünsün 1. Yəni A deməkdir. Burada 1 böl kökdə 3 bölürsən 1-ə eləyir 1 böl kökdə 3. Sadəcə şifahi şəkildə yazsan gedir. İndi baxaq növbəti suala. Burada 30 nömrəli sualda. Burada cavab nədir? Kök 2. Kök 2. Çok. Kök 2 qutardı, getdi. Kök 2-ni böldüm 1-ə. Kök 2 problem deyil. 31-də ondandır. Biz baxaq başqasına. Burada 37-də cavab nədir? 5 bölü 2. 2 onda 5. Bəli.
5 bölü 2 problem yok. Problem olmayacaq bunlarda. Bunlar şifahidir. Gəlirsən biraz daha dərinləşdirək. Biraz daha dərinə gedəcəyik şimdi ki rahat yaza bilək. Gəldik bura. Bizim kosinusla bağlı görkəmli limitimiz falan yoxdur uşaqlar. Bizim görkəmli limitimiz falan yoxdur kosinusla bağlı. Deməli, burada gəlirsən. Kosinus x və yaxınlaşır pi bölü 2. Birinci qiyməti yerinə yazırsınız. Yerinə yazsanız nə olacaq? Kosinus 90 dərəcə. Pi bölü 2 bilirsiniz də. Pi bölünsün 2. Yəni 90 dərəcə deməkdir. Kosinus 90 dərəcə. Burada olacaq x bölü 2. Yəni kosinus 45 dərəcə çıxılsın sinus 45 dərəcə. Hamınız bilirsiniz ki, kosinus 90-da 0 alır. Kosinus 45 kök 2 bölü 2'dir. Sinüs 45 kök 2 bölü 2'dir. 0 bölünsün 0. Bu qeyri-müəyyən haldır. Bunu həll eləmək olmaz. Deməli, şagird bura kimi gələndən sonra dərk eləməlidir ki, bunu sadələşdirmək lazımdır. Sadələşdirmək üçün şagird düsturu bilməlidir. Kosinus Kosinus 2 x nasıl sıx budur? bölü 2. Necə? Sürətdə kosinus x bölü 2 çıx sinus x bölü 2 olacaq. Bir də vur. Kvadratı alfa çıxsın sinüs X kvadratı deyildi. Bəli, Məxrəc doğru. kosinus x-də yaxılır. Deməli, kosinus kvadratı x çıx sinus kvadratı x-dir. Biz bilirsiniz ki, trigonometriyada gözəllik var idi. Trigonometriya bilməyənlərin gözü yaşlı. Kosinus 4x kosinus kvadratı 2x uyğunluğu tut da minus sinus kvadratı 2x. Bir dənə düstur bilməyinə gör neçəsini bilirsən. Kosinus 10x məsələn necə olacaq? Kosinus kvadratı 5x sıx sinus kvadratı 5x. Məsələn kosinus 6x necə olacaq? Kosinus kvadratı 3x yarısı da elə bil ki. Kosinus məsələn 50 kosinus 50x məsələn necə olacaq? Kosinus kvadratı 25x çıx sinus kvadratı 25x. Bəs kosinus x necə olacaq? Kosinus kvadratı x bölü 2 çıxılsın sinus kvadratı x bölü 2. Sinüs kvadratı x bölü 2. Bəli. Burada da oldu. Kosinus x bölü 2 çıx sinus x bölü 2. Təbii ki, yuxarını qruqlara ayırırsan. Kosinus x bölü 2 çıx sinus x bölü 2. Bir də kosinus x bölü 2. Üstünə yəni sinus x bölü 2. Burada da kosinus x bölü 2 çıx sinus x bölü 2. Gördüyünüz kimi bunlar getdilər. Bunlar gedəndən sonra x yaxınlaşır. Kök 2 bölü 2. 90 Kök 2. oldu. Kosinus 45 dərəcə. Üstünə yəni sinus 45 dərəcə. Bu 1 bölü kökdə 2'dir. Bu da 1 bölü kökdə 2'dir. Cavab oldu kökdə 2. Aydın da uşaqlar. Bax, trigonometriya ilə bağlıdır. Mən sənə limiti verirəm bugün. Trigonometriyanı vermirəm. Yəni vermirəm deyəndə trigonometriyanı deyirəm qıraqda deməklə. Amma buradan sənin üçün bilgin olmalıdır da məncə. Müəllim 67 və ya 68-ə baxa bilərik ikisini. Aha, baxarım. Qəşəng sualdır. Qəşəng sual. Deməli, nə edirsən? Sənə belə deyil. Gətirib sıfırı yazsın yerinə. Sıfırı birinci gətirib yerinə yazmaqda işimiz. Sıfırı yazsan yerinə nə baş verəcək? Sıfır vurulsun kotangens sıfır. Kotangens özü nə deməkdir? Kosinus bölü sinus. Sıfır alır. Sıfırda sıfır alır. Sıfıra bölmək var? Yox. Bilməm. Yox. Yox. Yazmaq olmaz. Yerinə yaza bilməzsən. Dədə, yerinə yaza bilməzsən. Deməli, nə edirsən? Sadələşdirmə aparmalıyıq. Sadələşdirmə aparırsan. Limit x yaxınlaşır sıfıra. 9x vurulsun. Kotangens 9x nə deməkdir dədə? Kosinus 9x böl 6x böl Sinus 6x. sinus 6x.
Deməli burada nə edirsən? Məntiqli ol, məntiqli ol. Sən bunu öyrənmirsən. Limit x yaxınlaşır sıfıra. Bax bir dənə bu məsələni çözə bilsəz ki, sinus x böl x bu 1-ə bərabərdir. Bax fikir verirsən. Burada nədirsə, aşağıda da eynisinsə Tam cavab kosinus 6x vurulsun 1 böl sinus 6x. Aha, bizcə də gözlə. Məsələn buna bax, limit x yaxınlaşır sıfıra. Sinus 5x eynisi aşağıda varsa bunun cavabı nədir? 1. İndi burada da bunu belə yaz da. Limit x yaxınlaşır sıfıra. Bu 9-u at çölə. Sabit ədədi limitdə, inteqralda, törəmədə. Hər üçündə çölə atırlar. Limitdə, inteqralda, törəmədə. Hər üçündə sabit ədədi çölə atırlar. 9-u at çölə. 9 yoxmuş kimi davran. Bunu belə yaz. X bölünsün sinus 6x. Vurulsun kosinus 6x. Buranın cavabı nə eləyir uşaqlar? 6'da 1. 6'da 1. 9'da çölə. Kosinus 0'da 1 alır. Bura 6'da 1'də at çölə. 9 bölünsün 6. Burada qaldı limit. X yaxınlaşır 0'a. Kosinus 6x. Sən demişkən x 0-dırsa gətir qoy yerinə. Kosinus 0-da da 1 alır. Cavab oldu 9 bölü 6. 3'ə qısar elə. 3 bölü 2. İzah edeyim təzədən ay uşaqlar. Yani biz burada lazım yerde koyuruq, sıfır lazım olmayan yerde koymuruq. Belə şey koyuruq yerlərinə. Bəli, bəli. Deməli, məsələ nədir? 0 qoydun, gördün ki, 0 böl 0 və ya məxrəcdə 0 alınırsa qoya bilməzsən. Amma gördün ki, bir dənə ədəd alınır, qoy da. Problem yox. Onda məxrəcdə sıfır olmayana kimi istədiyim yerə qoya bilərəm ikisi Bəli, yerinə. bəli, 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 tamamilə doğru. Bəli. Yetər ki, məxrəcdə 0 olmasın. Da oranı çözdün. Aha. Aha. Yaxşı. İndi məsələn buna bax. Birinci görkəmli limitə aid olan sual tipləri ki var, hansı ki biz gəlin onlardan danışaq. Sonra keçərik sizinlə ikinci görkəmli limitdən danışarıq. Birinci görkəmli limitə aid olan hələlik sual tiplərinə baxaq. Məsələn bura bax. Məsələn bu sual tipi. Gətirib pi böl 4-ü yerinə yazsan, bax, gətirib yerinə yazsın. Görsən ki, sürətlə 0, məxrəclə 0. Yazan məhz. Deməli, sadələşdirmə eləməlisən. Axı, sən bir dənə düstur bilirsən, sinusun dərəcə azalması necə idi? 1 çıx kosinus 2x. Böyle. Bölünsün. Bunu bir dənə çarpaz vur elə. 1 çıx kosinus 2x bərabərdir 2 dənə sinus kvadrat x. Buradan kosinus 2x nəyə bərabərdir? 1 çıx 2 dənə sinus kvadrat x. Fikir verirsiniz? Bura. Ben Limit x yaxınlaşır pi böl 4'dən. deyir 1 plus kök altı 2 sinüs. Bunun yerinə kosinus 2x'in yerinə bunu yazaq. 1 çıxılsın 2 dənə sinus kvadratı x. Aşağıda da 1 çıxılsın kökdə 2 sinus x. Yuxarını vurğulara ayır. 1 çıx kökdə 2 sinus x. 1 plus kökdə 2 sinus x. Aşağıdakı da 1 minus kökdə 2 sinus x. Bunlar ixtisar olundular. Qaldı burada 1 plus kökdə 2 sinus x. İndi x 45'e yaxınlaşır. Gətir qoy yerinə. Sinus 45. 1 üstünə yenilsin kökdə 2. Sinus 45 nə deməkdir? 1 böl kökdə 2. Cavab oldu 2. Aydındır, yoxsa yox? Aydın o. Ben aydın.
Hə, lap yaxşı. Bax, bunlar hamısı birinci görkəmli limitə aid. Biz bunları izah edirik uşaqlara. Məsələn, 2024-cü ildə bizim uşaqları saxlayan sual 127 nömrəli sual şagirdləri saxladı. Səbəbi sizə izah edeyim. Niyə saxladı? Niyəsini izah edeyim sizə. Baxın, uşaqların müəyyən hissəsi görün hansı səhvə yol verir. Hansı səhvə yol verdilər? İndi imtahan stresindən mi deyim, yoxsa nədən mi deyim? Dəfələrlə demişdik ki, bu şeyi eləməyin. Bax, en sonsuzluğa gətirib yerinə yazdılar. Dedilər ki, müəllim, bura sonsuzluqdur. 1 bölünsün sonsuzluq. Ədədi sonsuzluğa böləndə bura eləyir 0. Bu da sonsuzluqdur. 0-ı vurub sonsuzluğa 0 yazmışdılar. Vay, 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 vay. Əlbəttə ki, sən sinus gördün, elə bil ki, qonşunu gördün. Məsələn, n yaxınlaşır 0-a. Sinus x bölünsün x. Bax, yenə təkrar edirəm. Yuxarıda nədirsə, aşağıda da eynisidir. Bunun cavabı 1-dir. Sinus 1 bölü n var burada. Aşağıda yoxdur. Aşağıda yarat da. Bunu nəyə vurmalısan? Aşağıda 1 bölü n'i yarat da. Yuxarıda vur 1 bölü n. Bura nə eləyir bizdə? 1 edir. 1. Qaldı. Limit n yaxınlaşır sonsuzluğa. 7n plus 1'i 1 bölü n'ə vur. 7n plus 1 vurulsun 1 bölü n. Ayrı-ayrı yazırsan. Limit n yaxınlaşır sonsuzluğa. 7n'i 1 bölü n'ə vurursan 7. Üstüne gəlinsin 1 bölünsün n. N sonsuzluğa yaxınlaşsa bura 0'dır. Cavab 7. 2024'tü ya da 2023'tü bilmem. Blok sualıdır. Yəni bilirəm ki, yadıma gəlir ki, şagirdlərin əksəriyyəti bu sualda yandırmış da. Biri, ikisi yox. Əksəriyyəti bu sualda yandırmış. Hətta 30-30 namizə şagird vardı. Bu suala görə yanmışdı. Mən də sənə bəri başdan deyirəm ki, yuxarıda nədirsə, aşağıda da eynisi olmalıdır. Bax, birinci görkəmli. İndi az sonra ikinci görkəmli limitdən danışacağıq. Hələlik bir. Məsələn, 1 çıx kosinus 6x. Bunun yerinə nə yaza bilərsən? Özünə sual ver. Sinus Bir 12. saat x açmalıyıq. 1 çıx 2 sinus kvadratı 3x. Bəli. Baxın, sinusun dərəcə azalması belədir. 1 çıxılsın kosinus 2x bölünsün 2. Çarpaz vursanız əgər 1 çıxılsın kosinus 2x bərabərdir 2 dənə sinus kvadratı. Bəs adama sual verərlər. 1 çıx kosinus 2x buna bərabərdirsə, məsələn, 1 çıx kosinus 4x nəyə bərabərdir? 2 dənə sinus kvadratı 2x. 1 çıx kosinus 6x nəyə bərabərdir? 2 dənə sinus kvadratı, yarısı da yarısı 3x. Məsələn, 1 çıx kosinus 10x nəyə bərabərdir? 2 dənə sinus kvadratı 5x. Yəni 1 çıx kosinus 6x-in yerinə x-in kvadratı üstünə gəlsin. Bunun yerinə yapışdırırsan onu. 2 dənə sinus kvadratı 3x. Məndən olsa bunu gəl ayrı-ayrı kəs formasında yazaq. X yaxınlaşır. X kvadratı bölünsün x kvadratı. Üstünə gəlinsin 2 dənə sinus kvadratı 3x bölünsün x-in kvadratı. Limit x yaxınlaşır 0-a. Buraya bizdə 1 eləyir. Üstünə gəlinsin 2 dənə sinus kvadratı 3x bölünsün x-in kvadratı. Bunu da yuxarıdan gəl yazaq. Buradan. Bərabərdir. 1'in limiti 1'dir. Üstünə gəlinsin limit x yaxınlaşır 0-a. Gəl bunu sənin üçün xırdalayayım. Baba, buranı sənin üçün xırdalayıram ki, çaşmayasan.
2 dənə sinus 3x kvadrat deyil, yazıram sinus 3x vur sinus 3x. X-in kvadratı deyil, yazıram x vur x. Diqqətlə bax, bura nə eləyir? 3. 3. Bura nə eləyir? Bu da 3. 2 vur, 3 vur, 3 vur, plus 1. Nə qədər elədi? Gör elə. 19. 9. Bilmirəm daha kimlərə çatdı, kimlərə çatmadı. Görürsünüz də trigonometriya ilə bağlılıq deyəndə bir dənə bu düsturlarla bağlılığı var da, demək olar ki. Bir dənə bu düsturlarla bağlılıq mövcuddur. İndi L'Hopital'ı keçəndən sonra uşaqlar, törəməni keçəndən sonra qaydacan deyəcəm uşaqlar. Bax məsələn, buradakı əksəriyyət sualı L'Hopital qaydasını yazacaqsınız. Əksəriyyət sualı. Yəni trigonometriya istifadə eləmədən belə, əslində orada da trigonometriya istifadə edirsən. Yəni törəməni bilirsən də trigonometriyadan. Bilirsən ona uyğun yazırsan. Məsələn burada da, burada da. Birinci gətir sıfırı qoy yerinə. Sıfırı qoysan yerinə nə baş verəcək? Sıfırı qoysan yerinə. Görəcəksən ki, sürətlə sıfır, məxrəcdə sıfır. Bunu yazmaq olmaz. Demək, sadələşmə aparmalısan. 1 çıx kosinus 6x-in yerinə nə yazırsan? 2 sinus kvadratı 3x. Kvadrat 3x. Bölünsün. X vurulsun sinus 3x. Dostlar, bunu ayrı-ayrı yazırsınız da, belə səliqəli. Sinus kvadrat 3x deyil, yazırsınız sinus 3x vur sinus 3x bölünsün. X vurulsun sinus 3x. Bunlar getdilər. Buranın cavabı nə eləyir? Buranın cavabı 3. 3 dəfə 2. 3 dəfə 2, 6. Tabii. Burada, məsələn, 137-dən nə edəcəksiniz? Aha, nə oldu? sinus o 3 bölü x'dən. Sürətlə məxrəci o eyni yer. Aha, sürətdə burada sinus 3 bölü x, aşağıda da bunu nə edirsən? Yaradırsan özündən. Yəni, Bura aparırsan 1 yazırsan, buna 1 yazırsan, keçirsən qalanlara. 2x vurulsun 3 bölünsün x. X-lər getdi, cavab elədi 6. Bir dənə bu söhbət var. Buna bir dənə öyrəşsəz olacaq mı? Olacaq əla. Yaxşı, dostlar. Birinci görkəmli limit. Belə gəlin sizə ikinci görkəmli limitdən danışım. Hansı ki, uşaqların əksəriyyəti bunda problem yaşayırlar. Amma narahat olmayın. O problemi aşmaq üçün müəllim sizə burada da bir dənə qəşəng qızım. Burada bir çıxırdıq y üstünə sədirdik. Hə? Bir çıxırdıq bu funksiyadan. Keçən Sonra ildən y yaxşı üstünə qalmağa artıq. deyəsən. İvad. Nə zaman? Biləm keçən Bəli, ildən bəli, qalıb. yapdım. Keçən il daha doğrusu, hə də sən 10-cu sinif olanda mən səni 11-lərlə qoşmuşdum da. Elə Bəli, deyil. bəli. Hə, evet. Doğru. Deməli, ikinci görkəmli limit. İzahını vereyim. Nədir, nə deyil, baxaq. Özünüzə dəftərinizə yazırsınız.
İkinci görkəmli limit. Limit en yaxınlaşır sıfıra 1 plus n üstündə 1 bölün. Bunun cavabı y'dir. Desən ki, müəllim y nədir? Y eyli rədədir. Eyli rədədir. Deməli. Və ya bunun bir də belə versiyası var. Limit n yaxınlaşır sonsuzluğa 1 plus 1 bölün üstündə n. Bu da y. Uşaqlar, məsələni çözək. Məsələ nədir? Burada nədirsə üstündə bunun tərsi olmalıdır. Burada nədirsə üstündə bunun tərsi olmalıdır. Bundan alınan nəticələri yazmıram. Kitablarda var məsələn, amma mən ehtiyac görmürəm sizə, çünki qısaltma deyəcəm. Hansı ki, keçən ildən bu ilə belə dostumuzun İbadın yadında qalıb. O qızıl qayda dediyimiz. Aha, ondan istifadə edəcəyik. Cəmaət kimi yox, ayrıca istifadə edəcəyik. Necə rahat edəcəyik. Əslində, bunu yazdığınızsa dəftərinizdə bir misal göstərək sizə. Məsələn, tutaq ki, bunu göstərək. Uşaqlar, burada bunu silək bir dənə. Məsələn, 85 nömrəli sualı göstərdim sizə. Burada bax, başqaları belə eləyir. Limit x yaxınlaşır sonsuzluğa 1 üstünə gəlinsin 15 bölünsün x üstündə x. Başqaları məsələni belə çözürlər ki, deyirlər ki, deməli, dostlar, 1 bölünsün x üstündə x. Bu bərabərdir y-yə. Deyirlər ki, burada nə olursa, yuxarıda onun tərsi olur. Məsələn, belə yazırlar. Limit x yaxınlaşır sonsuzluğa. 1 üstünə gəlinsin 15 bölü x. Bunun tərsini yazırlar yuxarıda. Axı özlərindən yazdılar. Yuxarıda bizə x verilmişdi. Bir də vururlar bunu 15'ə. Bax, 15 ilə 15 gedəcək, x qalacaq. Bunu buradan kəsirlər. Buna deyirlər y. Çünki burada nəticə yuxarıda onun tərsidir. Üstündə 15. Amma biz necə yazacağıq? Limit x yaxınlaşır sonsuzluğa. 1 plus 15 bölünsün x üstündə x. Biz belə yazacağıq ki, dostlar, sual necə verilir, verilsin. Əgər sən bildin ki, bu ikinci görkəm limitdir, dərhal bura y yazırsan. Bərabərdir y yazırsan, y'nin üstündə içəridən bir çıxıb üstəkinə vurursun. İçəridən bir çıx, içəridəki ifadədən bir çıxıb üstündəkinə vur. Bax, 1 üstünə gəlinsin, 15 bölünsün x-dan. Bundan 1 çıxırsan, vurursan üstündəkinə, x-a. Bəs olur. 15 bölü x. Elədi y üstü 15. Bu söz sizin yadınızda qalacaqmı? İçəridəki ifadədən 1 çıxıb üstündəkinə vur. Bəs salam. Bu da sizə, müəllimin sizə verdiyi qısaltma. İndi bax, ürəyin istəyən sualı artıq sən başqaları kimi yorulmadan, əziyyət çəkmədən edəcəksin. İçəridəkindən bir çıx, gördün ikinci görkəm limitdir, y yaz.
Yaxşı Y yaz da, prosto mənim kimi yox. Y yaz. İçəridəkindən 1 çıx. Bundan 1 çıxanda eləyir elə T. Vur üstündəkinə. T'lər getdi. Qaldı Y-nin üstündə 9 plus 2T. Görürsən də T nəyə yaxınlaşır? 0-a. T'nin yerinə 0 yaz. Oldu Y üstündə 9. Uşaqlar çatır sizə mən nə danışıram? Aydın olun. Bəli, bəli. Bəli, müəllim. İçəridəkindən 1 çıx üstündəkinə vur. Ən gözəl qayda. Deməli burada limit. Bildin ki ikinci görkəm limitdir. Y yaz bura. İçəridəkindən 1 çıx. Vur üstündəkinə. Burada orta mərəz 2x plus 1. 2x plus 3 çıxılsın 2x minus 1. Vur üstündəkinə. X-ə. Aşağıda 2x plus 1. Buradan 2x'lar getdi. Buraya elədi. 3'dən 1 çıxdın 2. Vurdun x-ə oldu 2x. İndi x yaxınlaşır sonsuzluğa. Sonsuzluğa yaxınlaşırsa bu bildiyində ücü nədir? Sürət və məxrəci var. Atmaq yolu. At. Sonsuzluğun yanında bir boş şeydi. Getdi. Bir üstündə bir. İkinci görkəm limit deyəsən burada az deyil sual. Bəli, az. Hətta çox az. Deməli sizin ikinci görkəm limit üçün alınan nəticələrə ehtiyacınız yoxdur. Bircə dənə müəllimin sözünü əzbərləyirsiniz. Sizin üçün məsələ qurtarır gedir. Y yazırsınız. İçəridəkindən 1 çıxırsınız. Bundan 1 çıxırsınız. Üstündəkinə vurursunuz. Tutar getdi. 3x'i vururam içəri. X-lə x gedər. Olar 3x çıxılsın 30. Çıxılsın 3. Belə bir şey. Bəli. Y üstündə 3x çıxılsın 33. Hə? X sonsuzluğa yaxınlaşırsa, burada səhv yazdım, nə deyəsən? 3x olmalı. Aha. Y yazdıq. İçəridəkindən 1 çıxar. İçəridəki nədir ümumiyyətlə? X çıxılsın 10 bölünsün x. Bunu ayrı-ayrı yazsaq, 1 çıxılsın 10 bölünsün x-dir. Bundan 1 çıxar. Oldu mənfi 10 böl x. Bunu vuraq 3x-ə. Mənfi 30. Mənfi 30. Əgər başa düşmədiyiniz nöqtələr varsa, deyə bilərsiniz. Biz onları sizə izah edə bilərik. Bir dənə baxım görüm. Burada keçən il nə düşüb? Limitlə bağlı. Onun limit. Limit. Tapdım. Bu nə vaxtındır? 13 iyul 2025. Bu ikinci cəhdir. Aha, deyəsən. 13 iyul. Hə. Limitlə bağlı düşən sual budur. X sıfıra yaxınlaşır. Gətirib 0 yazsa yerinə biabr olasın. Qoyanmaz. Nə edəcəksiniz burada? Necə hesablayacaqsınız? Qoşmasına vuracaq. Bəli. Bəli. Kökaltı ifadəni danışdıqda sizlə kökaltı ifadələri qoşmasına vurursunuz. Bunu razılaşdıq sizinlə ki, bunu qoşmasına vurun. Qoşmasına vurun. Və beləliklə aşağıdakı bizdə eləyir A minus B, A plus B. Birincinin kvadratı x plus 16 çıxılsın ikincinin kvadratı 16. 16'lar getdi aşağıda qaldı x. Burada da qaldı x. X'lar getdi. Əgər x sıfıra yaxınlaşırsa sıfırı gətirib yerinə yazırsınız.
16-dan 4 çıxır. 4 o da 4 eləyər 8. Qurtardı getdi. Ümid eləyək ki, aydındır sizə nə danışdığımız. Yəni kökaltı ifadələri nə etmək lazımdır? Qoşmasına vurmaq lazımdır. Hə, bu ikinci cəhdin suallarıdır. Düz. İkinci cəhdi bu. Burada da var. Bu da 30 sual. Bu situasiyadır, şeydir. İkinci qruplarındır. Burada baxın bir dənə limit hanı. Burada limit yoxdur ki. Var. Var. Deyirəm də limitdir, integraldır, törəmədir. Bunlardan 100% bir dənə sualınız var. Mən bunu kub kimi yazsaq olar. Necə? Müxtəsər vurma düsturu kimi Kubun açılışı üçün. Olar. X yaxınlaşır sıfıra. Sıfırı gətirib yerinə yazsın. Görürsən ki, sürəti sıfırdır, məxrəzi sıfırdır. Müxtəsər vurma düsturu kimi aça bilərsən, düz deyirsən. Bu 8 2-nin kubudur. Aç da. A minus B. Sonra bu sənin A-ndır, 2 də sənin B-indir də. A minus B, sonra A kvadratı. Üstünə gəlinsin AB. Üstünə gəlinsin B kvadrat. Bölünsün X. Razsan müxtəsər masturu ilə. X qaçır. X'lar da getdi. So qaldı bura. Heç açmadan X sıfıra yaxınlaşmır. Gətir X'in yerinə 0 qoy, hesabla getsin. 4 plus 4 plus 4. Elə də 12. Bu nə vaxt düşən sualdır? 6 iyul 2025. Bunlar nədir? 29. Hə, bunlar isbatlar. Aydındır. Səhifə neçə idi Ayşə Laura? Səhifən bir var. 123'tü. Aha, sağ ol. İkinci görkəm limiti bəs elədik məncə. Əsas məsələ burada birinci görkəmli limitə aid olan suallar ki var. Onları doğru dürüst işləmək lazımdır. Belə modul ifadələr də sizi qətiyyən qorxutmasın. Baxın, yenə təkrar edin. Sinusun dərəcə azalması hamınızın bildiyi şeydir əslində. 1 çıx kosinus 2x bölü 2-dir. Hansı ki, bu bölmədə ən çox bu istifadə olunur. Buradan çarpaz bunu vursan, 1 çıx kosinus 2x bərabərdir. 2 dənə sinus kvadratı x-ə. Bəs 1 çıx kosinus 4x nəyə bərabərdir? 2 sinus kvadratı 2x. Bəs 1 çıx kosinus 6x nəyə bərabərdir? 2 sinus kvadratı 3x. Yəqin ki, nə demək istədiyim başa düşdün də. Ki, söhbət nədən gedir? Və beləliklə tətbiq eləyəsi olsaq, kökdə 2 modulda sinus 4x bölünsün. Kökün altında 1 çıx kosinus 4x. 1 çıx kosinus 4x'in yerinə budur. 2 sinus kvadratı 2x yazacaqsan. Və dostum, buradan bilirsən ki, nə çıxır? Kökün altında kvadratdan nə çıxır? Modul. Kökdə 2-dən gedir. Buranın cavabı neçə edir, Ayşələr? 2. Hamı aydındır. Biraz trigonometriya ilə bağlılıq var.
O da trigonometriyanın bu düsturlarını bilən şagird tez müdaxilə edə bilər də söz. Görək bu sual nədir? Yenə deyirəm, törəmə keçəndən sonra biraz yüngülləşəcək. Yəni törəməni öyrənə bilsən qəşəng, limit sənin üçün vəbşi heç nə olacaq. Bunu deyirəm burada, yadında qalsın. Hələ görək buna nə edəcəyik? Onda logikalla işləmək yanlış bir şey deyil də, hə? Trigonometriyada sinüs alfa çıxı sinüs betanın Amma üstünün bütün arası. kosinus Necə? 6. 2-3 şagird danışdı. 2 sinüs alfa çıx sinüs beta bölü 2 vur kosinüs alfa üstə gəl kosinüs beta bölü 2. Tamam, onunla yazaq. Görək sən haqlısanmı yoxsa yox. Deyirsən ki, bunu Fərqin hasilə çevrilməsi. sinus alfa çıx sinus beta. Fərqin hasilə çevrilməsi deyirsən. 2 vurulsun sinüs alfa minus beta bölü 2. Kosinüs alfa plus beta bölü 2. Yaxşı, gəl sən dediyini. Limit x yaxınlaşır pi-yə. Olacaq 2 dənə sinus alfa minus beta bölü 2. 7x-dən 5x çıxıram 2-yə bölürəm. Nə qədər edir? X kosinus alfa plus beta bölü 2. 7x-in üstünə 5x 6x. 6x bölünsün x çıxılsın pi. Yaxşı, sonra nə edir? Gəldi bura kimi, laf. Yenə də qoya bilmirəm yerinə. Yenə də yerinə qoya bilmirəm. Həm də ki orada kosinüs 6x'in yerinə p'ni versək, orada kosinüs 0 alınacaq, o da 1 olur. Nətər? Kosinüs 6x'in yerinə x'in yerinə orada p'ni yazsaq, Yaza bilməzsən. onsuz da Dostum. Pi yaza bilərsən x-in yerinə. çünki kosinüs 0 1 eləyir. Nə olsun ki? Və məxrəc pi çıx pi. Bayaq Sonra onu da Leyla, davam elətdirərik də. bayaq Leyla dəqiqləşdirdi ha bizlə. Sual verdi ha müəllim. Məxrəc 0 olanda qoya bilmərik, qalan hallarda qoya bilərik. Dedim bəli. Burada məxrəc 0 olur. Sən hara qoya bilərsən ki pi-ni? Nə olsun ki bu 1 eləyir? Ha 1 eləyir, yaxşı. Məxrəcdəki yox, sürətlə qoysaq, əgər kosinüsün yerinə qoysaq, orada alınacaq ki 2 sinüs x bölsün x minus pi, həm də ki 2 sinüs orada 2 sinüsü də elə bil ki pi çox x kimi atsa, yəni 2 sinüs vurulsun pi minus x. Çünki 180 dərəcədə adı dəyişmir. Məxrəcdə yazsaq Bayaq mənfi. başqa şey deyirdin, indi başqa bir şey deyirsən. X-in x Yox, onu yaxınlaşır. demirdim. Deyirdim ki kosinüsün yerinə qoysaq. Məxrəci demirdim. Deməli, limit x yaxınlaşır pi-yə. Bura x çıx pi-dir. Yuxarını da indicə açdıq ki, 2 dənə sinus nə idi? X kosinus 6x. İndi sən bu pi-ni yerinə qoya bilmərik. İndi sən fikrini de, qoy mən sonra öz fikrimi izah edeyim. Bir daha de. Orada pi-ni kosinüsə qoysaq. Pi-ni kosinüsə qoysaq mı? Əgər kosinüsə qoysaq, orada kosinüs 0 alınır. Kosinüs 0 da 1 verir onsuz bizə. Pi-ni deyirsən gətirib hara qoyum? Kosinüsün yerinə. Orada kosinüs olan ifadə var, hə? Ora. Gözəl insan. Sən pi-ni bir dənə bura qoyursan, bunlara qoymursan? Yox, onu yox, sadəcə kosinüsə qoysaq. Yox, elə şey olmaz. Qoyursansa hamısını qoymalısın. Birinə qoyum, o birisinə qoymayım, elə şey yoxdur. Sən belə eləməlisən. Başa düşürəm səni, bəlkə də tam səni dinləmək lazımdır. Bəlkə də orada səni haqlı çıxaracaq nüanslar olacaq. Amma gəl, bayaq qəşəng bir şey dedin, ona görə deyirəm ki, tam səni dinləmək lazımdır. Qəşəng dedin ki, müəllim, elə bir ki, bunu eşitdim mən səndən ki, sinus bu pi-də çevrilmək məsələsini falan eşitdim. Siz
Bu qəşəng bir şeydi. Onu eşitdim, onun arkasını gətirməyini istəyərdim. Sizə bayaq dedim ki, yuxarıda nə olursa, aşağıda da eynisi olursa bu 1. Bax, burada sinus x var. Bayaq məncə bunu sən demək istəyirdin ki, müəllim, burada sinus x-dir. Bu x minus p-dir. Yuxarıda sinus x-in yerinə nə yaza bilərəm? Elə sinus x-i belə yaza bilərəm. Sinus p minus x. Bunu da p minus x edirəm, mənfini atıram çölə. Buranın cavabı nə eləyir? Buranın cavabı 1. 1. 1. İndi dostumuz demişkən indi yerinə qoyuram. Məncə o bunu demək istəyirdi. Çünki bütün cümlələri demişdi. Yerinə qoyuram. 2 dənə olur. Kosinus 6x. İndi x də p-yə yaxınlaşdığı üçün qoyuram yerinə. Olur. Mənfi 2 vurulsun. Kosinus 6pi. Kosinus 6pi'də nə alır? 1. Oldu mənfi 2. Periyodu ilə 2pi idi. O da kosinus 0 qalır yerdə. Kosinus 0 da yəni 1 deməkdir. Bəli. Yəni belə deyək də bir dənə pi buradır. Pi buradır. 2 pi buradır. 3 pi təklər buradır. Cütlər də buradır da. 5 pi, 6 pi. Yəni belə deyək də sən demişkən periyodu 2 pi idi. 2 pi'yə bölüb qaldırır. Cavab olur mənfi 2. Razılaşırsınız bu sualla. Bir də deyə bilərsiniz. Bu biraz trigonometriya ilə bağlıdır və şagird burada məsələni çözməlidir bunu. Yəni bunu beynivə yatızdırmasan, bu yaşılla rənglənmişəm ha. Buradakı nədirsə, aşağıda deyilmişsinsə bu 1. Bunu yatızdırsan beyninə, gerisi gələcək. Sən məcburi yuxarıda nə gördün, aşağıda da onu yaradacaqsan. Buradan bura keçidi, dostumuz da demişkən sinus alfa çıx sinus beta ilə yazdı. 2 dənə sinus alfa çıx beta bölü 2, kosinus alfa plus beta bölü 2. Bu düsturu da bilirsiniz də hamımız bilməliyik. Mütləq fərqdən hasilə keçmək. Ona görə gətirib bunu yuxarıdakını belə bu şəkildə açdıq. Sonra düşündüm ki bunu bilirəm. Ona görə x minus pi var. Sinus x aşağıdakı sinus pi minus x elə sinus x demək deyil. Qonşu bucaqların sinusları bir-birinə bərabər deyil. Öyle. Ondan istifadə elədim. Mən bunu toramanı keçsək daha asan eləmək olar ya. Bəli, törəmə ilə yazmaq olar. Törəmə ilə rahat yazmaq olar. Bax, törəmə ilə bunun gedişatı belə olacaq. Bu qədər şeyə ehtiyac olmayacaq. Törəmədən sonra. Törəmədən sonra bura eləyəcək 7 kosinus 7x çıxılsın 5 dənə kosinus 5x bölünsün 1. X pi'yə yaxınlaşır, gətirib o yerinə. Aydın o. Yəni törəməni keçəndən sonra çox rahat olacaq. Orası çox rahat olacaq. Törəməni biləndən sonra. Törəməni biləndən sonra, məsələn, törəməni bilənlər üçün, belə deyək də, indi fizikanı keçənlər aramızda çoxluq təşkil edir. Onlar törəməni cüzi olaraq bilirlər də, məsələn, x-in törəməsi 1'dir. X kvadratın törəməsi 2 gəlir qabağa, 1 vaid azalır. 2x'dir. Məsələn, x kubun törəməsi 3 gəlir qabağa, 1 vaid azalır. Məsələn, x üstü 4'ün törəməsi 4 gəlir qabağa, 1 vaid azalır. Məsələn, x üstü 8'in törəməsi nə eləyər? 8 gəlir qabağa, 1 vaid azalır. Sabit ədədin törəməsi 0'dır. Bizdə L'Hopital deyir ki, nə vaxt sənin qabağına 0/0 kimi bir ifadə çıxsa, yəni limit çıxsa, sürətin törəməsini böl məxrəcin törəməsidir.
5'in törəməsi 0'dır. X'in törəməsi nə eləyir bizdə? 1. 25'in törəməsi 0'dır. 2x kvadratın törəməsi nə eləyir? 2 gəlir qabağa, 1 vayda azalır. 2x. X 5'e yaxınlaşır, gətir qoy yerinə. Gördün nə rahat alındı. Yəni bu törəmə mövzusunda da indi qeydirmə deyirəm. Sadəcə elə belə başdan eləyəcək cəsinə. Belə deyim. Məsələn bura bax. Bunun törəmə ilə, bunun törəməsi nə olacaq? Müəllim 10x çıxılsın 25 Bölünsün bölünsün 4. 4. İndi x-i 5 qiymətini gətir qoy yerinə. De. Amma indi biz törəməni keçməmişik də. Gəlin törəmə ilə danışmaqdansa, yəni danışmayaq. Törəməni keçək, arxayın danışaq da. Çünki bir şeyi bilirik, bir şeyi bilmirik, aləm dəyir orada bir-birinə. Məsələn, tutaq ki, törəməni biləndən sonra bu sual sənin üçün heç nə olacaq. Amma törəməni bilməyən üçün bu sual olduqca çətindir. Törəməni bilməyəndə yaxşıdır da. Məsələn, oturursan, fikirləşirsən. X yaxınlaşır pi bölü 2. Bizim kosinusla bağlı bir şeyimiz yoxdur uşaqlar. Kosinusu buradan rədd edib yerinə sinus necə yaza bilərəm? Kosinusu silim də buradan. Sinus nə yazın buna? Kosinusu silirəm. Sinus nə yazın? Pi çıx x müəllim. Pi bölü 2 Pi çıx x deyirəm, pi yazın. bölü 2 çıx x. Pi bölü 2 çıx x kosinus x eləyir də, elə deyil. Aşağıdan nə çıxardım səncə? 4'ü çıxardım 4'ü. X çıxılsın pi bölü 2 olacaq. Aha. Buranın cevabı Mənfi. nedir? 1 mənfi 1. Mənfi 1. Cevap oldu mənfi 5 bölü 2. Törəmə keçəndən sonra lap bu sual qul qalsın səndən. Ulduzla başını qul qalsın. Yəni heç cür başa düşmədinsə eləmə. Amma törəməni keçəndən sonra sənin üçün bu rahatlaşacaq. Törəməni keçəndən sonra nə var ki? Mənfi 5 sinus x bölünsün 4. Söz, gətir qoy yerinə. Yəni bir get-gəti həll olundu. Ehtiyac olmadı çevirməyə. Yenə deyirəm, törəmə mövzusunu keçəndən sonra. Yəni indi yox. İndi əziyyət çək, zəhmət çək, otur fikirləş. Mən abituriyent vaxtı törəmə bilirdim ki, yəni L'Hopital qaydasını bilmirdim valla. Universitet vaxtı müəllimimiz öyrətmişdi bizə. Ki, bu L'Hopital qaydası var. Nəzəriyyədən öyrətmişdi. Aha, sonradan nə baş verdi? Sonradan biz universitet vaxtı öyrəndik. Amma indi daha orta məktəbdə oxuyan uşaqlara deyirik. Çünki dərsliklərə salınıb demək olar ki. Uşaqlar, deməli məsələ nədir? Burada ardıcıllığın limitində var bizdə neçə sual? 56 sual. Funksiyanın limitində bizdə var neçə sualdır? 198 euro. 198 dənə. Doğru mu? 198 məncə yaza bilərik də, gücümüz çatar. Əgər azaldım desəniz, niyə azaldaq? İşləyək də məncə, hə? Uşaqlar, razısınız. Azaldım deyənlər əl qaldırsın hələ. Baxım görüm neçə nəfərdir. Azaldım. Bir dənə əl Səkinədən. Sağ ol Səkinə. Başqa?
Bir dənə Səkinə əl qaldırdı. Ona da dəstək göstərmədiniz deyə. O da əlini geri çəkdi. Deməli azaltmayayım da, qalsın. Yəni sizlə razılaşma elə deyil də. Çünki ardıcıllığın limiti, inanın, bu 50 neçə dənə sualdır burada. Bunu saymayın, bunu şifahi yazacaqsınız. Ata-ata gedəcəksiniz. Yavaş-yavaş atın da özünüz üçün. Ata-ata gedəcəksiniz. Funksiyanın limitini isə yazacaqsınız təbii ki. Növbəti dərsimiz 4-cü gündür. 4-cü günə kimi funksiyanın və ardıcıllığın limitini tamamlayırsınız. Ondan sonra görürsünüz uşaqlar. Dərsimiz bu qədər. Əlavə sualınız varsa deyə bilərsiniz. Benim. Gecəniz Gecəniz xeyir. xeyir. Sağ ol. Gecəniz xeyir. Sağ Gecəniz xeyir. olun. Sağ olun. Sağ olun. Sağ olun. Ders verin. Sağ olun, sağ olun.